Demək ki, birinci yuxusuzluq. Aha. İnyeksiyalar, bilmirəm ki, mən yatıram. Yatdım da nədir? Bilib 5 dəqiqə belə yuxulayıram, ayrılam, yuxulayıram. Gecə yuxunuz yaxşı deyil. Tez-tez oyanırsınız. Bilmirəm, yat verim. Mən üçün elədir, elə bilir gec. Bir neçə aydır belədir. Çoxdan, neçə ildir. İldir. Neçə ildir. Bilək ki, gecə çox vaxt yatdığım yerdə başım ağrıyır. Səhər-səhər dururam, bir də görsən keçir, bir də görsən keçmir. Bir də yaddaş deyilən şey qalmayıb. Elə bir qabaqçılar bir eləmə həkki olunub. Amma indi yox. İndi burada məsələn 5 dəqiqə danışıram. Bizim vansiyel yadımdan çıxır hər bir şey. Yaddaşın o dərəcədə qeyd edir. Gecə baş ağrınız hər gecə eyni vaxtda başlayır? Onu bilmirəm, yalan deyirəm. Hiss eləməmisiniz eyni vaxtda başlasın? O, nəmin bilə də yalan. Hər gecə baş ağrınız olur? Bir arada təsadüf olmuyor, amma demirəm ki, baş ağrınca axır vaxtlar çox olur. Aha. Yaxşı, niyə gecə vurğuladınız? Yəni gecələr olur baş ağrısı? Gündüz də olur, amma gecə nəysə ayırıram. Yəni bir də gecə çox narahat edir. Onu bir də görmüşsün gecə yatdığında mən boğuluram, ürəyim partlayır. Dururam, otururam. Tərlik olur, istilik gəlir. Biraz otururam, bir ürəyim partlayacaq. Ya pəncərə açıram, dururam, biraz şöyle baxıram. Ya elə yerim içində otururam, sonra təzə yeni uzanıram. Bu nə qədər vaxtı gecə mən boğuluram, tərləmə gəlir, istilik gəlir? Tərləmə çoxdandır, amma bu gecə boğulma, baş ağrısıdır, bu axır vaxtlar olur, 1-2 ayda olur. 1-2 aydır. Nədən sonra başladı? Deyə bilmirəm. Bir stres keçirdiniz, nəsə onun oldu? Elə çox əsəbiyəm.